Azərbaycan əsilli İran hökmdarı Fətəli Şah Qacarın portretləri günü bu gündə Louvre, Ermitaj, Brooklyn və digər dünya muzeylərində qorunub saxlanılır və sərgilənir. 19-cu əsrin əvvəlində Qacar sarayının rəssamı Mehrəli İsfahani realizmdən tam uzaq, amma əzəmətə əsaslanan Qacar rəsm üslubunu formalaşdırır və bu üslubun əsasını təntəraq, qızıl, daşqaş və hakimiyyət atributları təşkil edir. Əsas obrazı isə təbii ki, Fətəli Şah Qacardır. Rəssam öz şahını tam boyda, mütəkkədə əyləşərək, taxtın üstündə əyləşərək, taclı, əlində hakimiyyət simvolları ilə təsvir edir. Bu əsərlər əsasən diplomatik hədiyyə olaraq müxtəlif ölkələrin nümayəndələrinə təqdim olunur. Misal üçün 1806-cı ildə Fransa elçisi Amédée Joubert-a hədiyyə edilən möhtəşəm taxt-tac üzərində əyləşmiş şahın portreti sonradan Napoleona təqdim olunur. Fransada qalaraq Louvre'un əsas kolleksiyasına daxil olur. Mehrəli İsfahani isə tarixə hakimiyyəti portretə çevirən rəssam kimi düşdü və onun tabloları bugün Tehrandan Parisə, Peterburqdan Nyu-Yorka qədər yayılaraq dünyanın ən böyük muzeylərində həmin dövrün hakimiyyəti haqqında məlumat verir. Mənə Louvre'da gəlib baxa bilərsiniz.